Mən bir şeyi anlamışam. Soruşacağam, siz də deyin, düzdür yoxsa yox? İnsan böyük şeylərdən motivasiya gözləyir. Ev, maşın, böyük pullar. Amma heç vaxt da demir ki, kiçik rahatlıqlar da insan həyatını dəyişir. Son aylarda fikir verdim ki, mənim enerjim, modum, gümrah hissim belə bir şeyə görə çox dəyişir. Evə, uşağa, özümə, həyat yoldaşıma nəyisə almaq əziyyətə çevrilməyəndə, bax, onda özümü əla hiss edirəm. Filan texno məhsulu almalıyam və bilirəm hardan alacam. Evdə nəsə bitibsə, panika yox. Evdə şampun bitibsə, mağazaya qaçmaq yox. Evə qonaq gələcəksə, yenə stres belə yox. Və bir market bunları mənim üçün asanlaşdırıb. Çünki otururam, fikrimi toplayıram və mənə nə lazımdırsa bir market tətbiqinə daxil olub sifariş verirəm və rahat otururam. Çünki onlar üz qapıya kimi çatdıracaqlar. Onsuz da gündəlik rutinimiz çox qarışıqdır. Bir market isə kiçik rahatlıqlarla böyük fərq atır. Sən də bu videonun altında rəylərdə yaz. Bir marketin axırıncı dəfə nə sifariş eləmisən?